Bilirsiniz, biz kişilər adətən həmişə ağır məxluqlar kimi qələmə alınırıq, düzdürmü? Və bu bizim ümumi halda mental sağlamlığımıza və həyata olan baxışımıza mənfi təsir göstərir. İndi mən təbii ki də yəni bunu ona görə demirəm ki, biz özümüzü çox mümkün aparaq. Sadəcə hisslər, duyğular və s. bunların üzərində çalışmadıqda, bunları bölüşmədikdə, bunları sadəcə bir çox halda nəzərə almadıqda bu bizim üçün mənfi nəticələnə bilər. Ona görə də düşünürəm ki, kişilərə qulaq asmaq lazımdır arada. Kişilər nə deyir, kişilər nə istəyir. Təbii ki də yəni hər hansısa bir sarsaq kişi tiplərini görürük, yəni o heç, amma hansısa bir sarsaq kişilərə görə hər hansısa bir oğlan uşaqlarının və yaxud da ki, hər hansısa bir yəni, kişi kəslərin ignor edilməsi və s. halları olmamalıdır. Yəni, nəyə görə bunları danışıram, bilirsiniz? Ona görə danışıram ki, ümumiyyətlə, mən özüm də bunu müşahidə eləmişəm ki, bir çox hallarda məni dinləməyiblər, bir çox kəslər. Məni dinləyərkən hətta belə şey ediblər, belə ağızlarını əyiblər, nə bilim nə. Bu düzgün bir şey deyil də, çünki yəni mən səninlə nə isə bölüşmək istəyirəm. Yəni sən mənə qulaq asmaq istəmirsənsə başqa məsələdir, amma sənin reaksiyan, sənin davranışların, sənin hərəkətlərin artıq həqiqətən də mənə də öz təsirini göstərmiş olur. Yəni sevgi lazımdır. Sevgisiz heç bir şeyin əhəmiyyəti yoxdur dostlar. Belə.